İlk öncə salam. Bu gün də o Matrix saytına başa salacağım. Bu da browserdən pul qazanma saytlar listəsindədir. Yəni browserə qoşuruq və qazanmağa başlayırsınız. Bu da bundan əvvəlki kimi teatr saytındakı kimi eyni bölmələrin saytıdır. Buradan yəni kabinetə daxil edə bilərsiniz. Buradan isə reklamlar açıb bağlaya bilərsiniz. Registrasiya bölməsinə daxil olduğumuz zaman eyni qeydiyyatda login, mail, parol, parolun təkrarı, Skype. Gördüyünüz kimi ulduz işarələri olanlar daha vacibdir. Yəni Skype yazmasanız olar. Digər bölmədə burada gördüyünüz kodu bura yazsınız və qaydalarla razıyam bölməsində isə ox işarəsini qoyduqdan sonra yəni qeydiyyatdan keçmiş olacaqsınız bunu bastığınız zaman. Hesaba daxil olduqdan sonra isə burada hesabımızı aktiv etmək lazımdır və burada məndə hal-hazırda əməlxana yoxdur, çünki hesabım aktivdir. Onu bastığımız zaman isə bizə kodu göndər bölməsi olacaq. Kodu göndərdikdən sonra hesabınız aktiv olacaq. Əsas səhifəni isə gördüyünüz burada mail, hesab nömrələri, logininiz olur. Bizə isə lazım olan bölmələr burada yuxarıda gördüyünüz bölmələrdə məsələn aksiya bölməsi görə bilərsiniz. Aksiya bölməsi yəni burada pul qoysanız neçə faiz sizə gəlir, artıq pul gələcək neçə faiz. Burada poponis yəni artır balansı bölməsi isə pul çıxartma bölməsidir. Digər bölmələri isə nəzərə yetirir. Digər bölmələri nəzərə yetirin. Burada görürsünüz reklam verən 3 dənə kabinet var. Bu kabinetlərdən biri reklam verənlər, digər reklam izləyən, digəri isə partner olanlardır. Biz isə ikinci bölməyə daxil olacağıq, çünki biz reklam izləyənlər istəyirik. Bu bölməyə daxil olduğumuz zaman bizə lazım olan browserinizi burada yükləyə bilərsiniz. Məsələn, Google Chrome basdıqdan sonra isə Ustanamet gələcək bura. Yaxud da bölməyə daxil olacaqsınız Google Chrome səhifəsinə. Yəni daxil olduğumuz zaman Ustanamet basacağıq. İndi mən hal-hazırda basım, görək nə olacaq. Gördüyünüz ki, yönləndirdim mən Google Chrome-un səhifəsinə. Bu bölmədə isə mən hal-hazırda yükləmişəm deyinə məndə söz olmayacaq. Yəni burada Ustanavet sözü olacaq. Onu basacağıq. Açılsın səhifə. Belə bir səhifə açılır. Siz isə burada lazım olan xananın üstündən basırsınız və sizə browser yuxarıda davam edən Ustanavet söz gəlir. Digər bölmə isə atmayın olur. Onu basmayan basdıqdan sonra isə yüklənir. Məsələn, burada mən birini göstərmək istəyirəm. Belə bir xana olacaq. Ustanavet basırsınız, yüklənir. İndi isə əsas səhifəyə qayıdaq. Yükləndikdən sonra isə burada görürsünüz Nastroka bölməsində 2 dənə səhifə var. Yəni sağ, sol. Mən ekranın sol tərəfində reklamları qoymuşam. Burada isə bunu basarsınız, yəni pokazlar. Burada isə vaxtsız bir qəpik verib 5 saniyə reklam geçsə, belə deyim, 1,5 qəpik, 2 qəpik 15 saniyə, 30 saniyə isə 0,25 qəpik, belə deyim. Burada isə reklamlar, bugün baxılmış reklamlar, dünənki reklamlar 1 qəpik görürsünüz, elə bir çox məbləğdə qazanç sağlanır. Burada məsələn jurnal operasiya bölməsinə daxil olduğumuz zaman bu bölmələr də bizə daxildir. Daxil olaq bir-bir bölmələrə. Gördüyünüz kimi burada 2 dəfə 10 rubl pul çıxartmışam, sizə Payer hesabıma yüklənib. Digər bölmə isə sizin danələriniz olur. Yəni profil məlumatlarınız əsas səhifədəki elə olan gördüyünüz bura qayıtdı. Memesini basacağam. Webmoney basacağam. Və 10 rubl 5% çıxılacaq bunun. 5%-in çıxırsa onda 9.5 balansıma yatacaq. Memesini basırıq. Gördüyünüz hesabımdan həmən pulu çıxdı. Bu hesabımıza köçdü. 9.50 kimi hesabımıza yatdı. Bu qədər. Sağ olun.